Dizim ağrıyır deyirsənsə, bax pilləkən qalxıram, ayaqlarım ağrıyır, düşürəm, düşə bilmirəm. Namaz qıla bilmirəm, namazı stolda qılıram. Dizlərim tam qatlanmır deyirsənsə, bu dediklərim sənə aiddir. İlk növbədə nə istifadə etmək lazımdır? Baxın dostlar, əgər sənin dizində qığırdaq yeyilməsi varsa, onun üçün sən mütləq istifadə etməlisən. Bax bu çayı. Niyə? Çünki damarları təmizləmək şərtdir. Damarları təmizləyəndən sonra istifadə etməlisiniz. Kalsiyum həm fermentləşdirilmiş, iyonlaşmış və təmiz xam maldan hazırlanmış, tərkibində 70-ə yaxın mineral maddə olan kalsiyumlar. Bu kalsiyumlar sənin sümükləri bərkidəcək və qığırda yeyilməsinin qarşısını alacaq. Və eyni zamanda dizlərdə və oynaqlarda yağlanmanı təmin etmək üçün istifadə etmək lazımdır omega 3. Tərkibi möhtəşəm minerallarla zənginləşdirilmiş omega 3. Bu aptekdə satılan məhsullardır. Bunlar təbii vasitədir və dəstəkləyicidir. Və bundan başqa bunu sürətləndirmək üçün sizə lazımdır Cordyceps məhsulu. Bu kompleks hal-hazırda endirimdədir. Bu paketi istifadə etmək hər kəsə tövsiyə olunur. Xüsusilə yaşlı insanlar hansı ki hərəkətləri məhduddur.